Salam hörmətli izləyicilər, baharın ikinci ayında xoş gördük sizləri. Yazın ikinci ayı çoxlu yeni ideyalar, lakin daha da önəmlisi onları həyata keçirmək imkanları gətirəcək. Astroloqlar aprelin 2025-ci ilin əsas aylarından biri olacağını iddia edirlər. Ay bir çox dəyişikliklər vəd edir. Aprel ayında diqqətdən kənarda qalmayan ən vacib sahələr şəxsi münasibətlər və karyeradır. Bəzi ambisiyaları ancaq indi həyata keçirmək olar. Ümumiyyətlə, bu həm şəxsi inkişaf baxımından, həm də sırf maddi məsələlərlə bağlı çox şey öyrədəcək və verəcək çox müxtəlif bir dövr olacaq. Planetlər ulduz falı ilə onlarca bürcün nümayəndələrinə aprel ayında nə vəd edir? İzləyək. Abunə olmağı unutmayın. Qoç aprel ayında strategiyasını dəyişməli olacaq. Aktiv və təzyiqlə hərəkət etməyə öyrəşdikləri yerdə bu üsullar fəaliyyətini dayandıracaq. Bunun üçün nəzakət, diplomatiya, tələsik hərəkətlər və balanslı sözlər tələb olunacaq. Partlayıcı xasiyyəti ilə tanınan bürcün nümayəndələrinin bu xoşuna gəlməyə bilər. Lakin ulduz falı yeni yanaşmaları sınamağı qətiyyətlə tövsiyə edir. Birincisi, indi başqa yol yoxdur. İkincisi, yeni bir şeyə yiyələnmək həmişə faydalıdır. Üçüncüsü, xoşunuza gələ bilər. İş planları və biznes layihələrinə gəlincə, ulduzlar lazım olmadıqca ideyalarınızı açıqlamamağı tövsiyə edir. Ancaq şəxsi münasibətlərdə əksinə açıqlıq, səmimiyyət, dialoq və anlaşmaya hazır olmaq daha yaxşıdır. Bu, uzun müddətdir davam edən münaqişələri həll etməyə, yenilərinin qarşısını almağa, yaxınlarınızla əlaqələri gücləndirməyə və yeni perspektivli tanışlıqlara kömək edəcəkdir. Sevgi cəbhəsində parlaq hadisələr gözlənilmir. Artıq öz şəxsiyyəti ilə tanış olanlar üçün ulduzlar ona daha çox diqqət yetirməyi tövsiyə edir. Ancaq yenicə axtaranlar üçün ulduz falı romantik tərəfdaş axtarmağı məsləhət görmür. Birincisi, görüləsi başqa işlər çox olacaq, ikincisi, taleyüklü görüş çətin ki. Tamamilə uyğun olmayan biri ilə tanış olmaq və bahar əhval-ruhiyyəsinə uyaraq özünüzü çətin və mənasız bir əlaqəyə cəlb etmək riski daha yüksəkdir. Tələsməyin, hər şey hələ qabaqdadır. Bürcdən xüsusi məsləhət, idmanla məşğul olmağa qışda başlamısınızsa, iş qrafikiniz sıx olsa belə məşqləri dayandırmayın, amma idmanı hələ də rutininizə daxil etməmisinizsə, indi tam zamanıdır. Bürclər buğa bürcünə özlərinə inanmağı və məsuliyyətlərini nə adi iş və məişət işlərindən, nə də yeni layihələrdən və tapşırıqlardan yayınmamağı tövsiyə edir. Bu ay müxtəlif istiqamətlərdə irəliləmək üçün o qədər imkanlarınız olacaq ki, bu müddət ərzində oturub öz qabiliyyətlərinizə şübhə etdiyiniz üzə çıxsa ayıb olar. Məişət və maliyyə məsələləri ilə bağlı münaqişələr mümkündür. Budur ulduz falı ilə bağlı vacib bir ayrılıq sözü, səmimiyyət, səmimiyyət və daha çox səmimiyyət. Mövqeyinizi bildirin və qarşı tərəfə diqqətlə qulaq asdığınızdan əmin olun. Əhəmiyyətli şəxs və ya yaxın dostunuzla ürəkdən söhbət etmək üçün çoxdan gecikmisinizsə, aprel belə söhbətlər üçün bütün şəraiti təmin edəcək. Yeri gəlmişkən səmimiyyət qaydası işdə də aktualdır. İşinizi vicdanla edin, intriqalara əl atmayın, bu ümumiyyətlə sizin üslubunuz deyil. Maliyyə baxımından ay kifayət qədər əlverişlidir. Ola bilsin ki, sizi yeni müqavilələr, sərfəli müqavilələr və tərəfdaşlıqlar gözləyir. Ağıllı olun, maliyyə məsələləri həll olunanda emosiyalara qapılmayın, lazımsız xərclərdən çəkinin. Yaxşı olar ki, pulu bir kənara qoyub öz inkişafınıza və kapital yığımınıza yatırın. Bürclərdən xüsusi məsləhət, yaxınlarınızın sözlərinə qulaq asın, onlar özləri də bilmədən yaxşı məsləhətlər verə və ya vacib məlumatları paylaşa bilərlər. Əkizlər üçün ayın sözü çevrilmədir, bəziləri üçün hərfi mənada imicinin dəyişdirilməsi, qarderobun yenilənməsi, digərləri üçün fəlsəfi mənada dünya görüşün dəyişməsi, özünü yeni rolda dərk etmək, köhnə məqsəd və mövqelərə yenidən baxmaq. Bu prosesin asan olacağını söyləmək olmaz, amma mütləq faydalı olacaq. Bürclər bu mərhələdə səbir göstərməyi məsləhət görür. Bu keyfiyyət əkizlər üçün nadir hallarda xarakterikdir, lakin indiki vəziyyətdə mütləq zəruridir. Ətrafınızdakı dünya dəyişmək üzrədir, buna hazır olun. Aprel ayında yaxınlarınız xüsusi diqqət tələb edə bilər, onlardan imtina etməyin. Xoş sözləriniz və iştirakınız hər şeyi dəyişə bilər.
Əgər kimsə sizi tənqid etməyə başlayırsa, qulaq asın, bəlkə də bəzi məqamlar kifayət qədər konstruktiv olacaq, bunu faydalı məsləhət kimi qəbul edin. Şəxsi həyatda aprel ayı əkizlər üçün heç nə vəd etmir. Çətin ki, romantik görüşlər gözlənilmir, lakin bu keçmişi buraxmaq və yeni görüşlərə açıq olmaq üçün ideal dövrdür. Ancaq bu işarənin nümayəndələri üçün həyatın maliyyə tərəfi olduqca yaxşı gedir. Ancaq uğurlarınıza arxayın olmaq hələ tezdir. Rifahınızı gücləndirmək üçün variantlar görünəcək, onları qaçırmayın. Xüsusi ulduz falı məsləhəti. Bu ayki hərəkətləriniz və qərarlarınız ilin qalan hissəsinin nə qədər uğurlu keçəcəyini müəyyən edəcək. Aprel ayında xərçənglər güc, enerji və aktiv hərəkət etmək istəyi ilə dolu olacaqlar. Vəziyyətlər tez-tez elə inkişaf edəcək ki, işarənin ehtiyatlı nümayəndələri indi hərəkət etmək üçün ən yaxşı vaxt olmadığını başa düşəcəklər. Bu ziddiyyət işarənin bir çox nümayəndəsinin həyatını ciddi şəkildə çətinləşdirəcək. Nə etmək sizə bağlıdır və yalnız siz qərar verəcəksiniz. Bununla belə, ulduz falı ilə bağlı bir neçə ipucu var. Birincisi, məsləhətçinizə nə qədər güvənirsinizsə də, başqasının fikrinə güvənməyin. Aprel ayında intuisiyanız daha yaxşı işləyəcək. İkincisi, iki dovşanı birdən qovmayın, bu hiylə indi işləməyəcək. Şübhə olduqda şəxsi maraqları seçin və bu halda şəxsi xərçənglər üçün həmişə birinci yerdə olan ailə və yaxınlarınız deyil, şəxsi ehtiyaclarınız, sağlamlıq məsələn həm fiziki, həm də ruhi demək deyil. Bunun fonunda ailəniz biraz uzaqlaşa bilər, amma narahat olmayın, birincisi bu uzun sürməyəcək, ikincisi həm onlara, həm də sizə xeyirdir. Ayın birinci yarısında biznes və maliyyə sektorları sakit olacaq, lakin ikinci yarıda çox güman ki, müəyyən canlanma olacaq və biz kifayət qədər böyük daxil olmalardan danışa bilərik. Şəxsi həyatınızda heç bir xüsusi dəyişiklik gözləməməlisiniz və bu belə daha yaxşıdır. Xüsusi ulduz falı məsləhəti, instinktlərinizə etibar edin. İş məsələlərində şirlər kifayət qədər rutin bir ay gözləyə bilərlər. Biznes sahibləri və idarə nümayəndələri tabeçiliyində olanları təpikləyəcəklər, kirayədə işləyən bürcün nümayəndələri öz rəhbərlərindən təpik alacaqlar. Bir sözlə, hər şey darıxdırıcı və olduqca proqnozlaşdırıla bilən şəkildə gedəcək, lakin sonda bu dəfə hər kəs gözlənilmədən çox təsir edici nəticə əldə edəcək. Yaxşı layiq görüldü, lakin ən vəhşi gözləntiləri belə üstələyir. Sevgi cəbhəsində o qədər də şanslı olmayacaqsınız. Mövcud münasibətlərdə çatlar mümkündür və bürcün tənha nümayəndələri ürəyini qazanmaq istədikləri bir insanla görüşsələr də gözlənilməz çətinliklərlə üzləşəcəklər. Şəxsi xoşbəxtlik axtarışınızda dostlarınızı və yaxınlarınızı unutmamaq vacibdir. Onların hazırda dəstəyinizə ehtiyacı ola bilər. Bütövlükdə demək olar ki, aprel ayında çağırışlar və imkanlar yanaşı gedəcək. Prioritetlərinizi düzgün təyin etmək çox vacib olacaq. O zaman bugünkü müvəqqəti uğur gələcəkdə böyük dividendlər gətirəcək. Bürclərdən xüsusi məsləhət, həddən artıq mühafizəkar olmayın, sizə aydın şəkildə indi yeni dalğa, baş verənlərə təzə nəzər salmağa imkan verəcək fundamental motiv lazımdır. Qızlar üçün ulduz falı kifayət qədər dəyişkən, lakin ümumilikdə uğurlu aprel vəd edir. Görüləsi çox şey olacaq, yaxınlarınız da diqqət tələb edəcək, amma prioritetləri dəqiq müəyyənləşdirsəniz, hər şeyin öhdəsindən gələcəksiniz. Ulduzlar hələ sizin üçün qlobal çağırışlar hazırlamır. İş məsələlərində bu ay təlaşa düşməyiniz əks göstərişdir. Vəzifələrinizi yerinə yetirin, planlar qurun, ideyalar üzərində işləyin, gələcəyə cəsarətlə baxın. Əgər öz biznesinizə başlamaq və ya mövcud olanı genişləndirmək fikri yaranarsa, onu atmayın, variantları öyrənin, uyğun imkanlar artıq görünür. Lakin sərgüzəştlərə tələsməyin və tələsməyin. Hər şeyin öz vaxtı var və indi düşünülmüş addımlar və tələsmədən hərəkətlər zamanıdır. Qlobal planları bir az sonra həyata keçirəcəksiniz. Şəxsi həyatınıza gəlincə, subay olmağınızdan və ya artıq can yoldaşınızı tapmağınızdan asılı olmayaraq, ulduzlar sizə mümkün qədər aktiv olmağı məsləhət görür. Bu, artıq yanan odun istiliyini qorumaq və ya yenisini yandırmaq üçün yeganə yoldur. Xüsusi ulduz falı məsləhəti, sağlamlığınıza məhəl qoymamaq gələcəkdə ciddi xəstəliklərə səbəb ola bilər.
Ulduzlar ən əlverişli tərəflərini tərəzi bürcünə çevirdilər. 2025-ci ilin aprelində ulduz falı bu bürcün nümayəndələrinə həyatın bütün sahələrində mövqelərinin yaxşılaşacağını vəd edir. Ən əlverişli vəziyyət şəxsi münasibətlər sahəsindədir. Ancaq bu ay hər zamankindən daha çox hər şey bürcün nümayəndələrinin özlərindən asılı olacaq. Fürsətləri əldən verməmək, xırda şeylərə diqqəti yayındırmamaq, taleyin bütün hədiyyələrini xırda şeylərə sərf etməmək çox vacib olacaq. Həqiqətən vacib suallar və həlledici situasiyalarda etibar etdiyiniz insanlardan məsləhət almaqdan çəkinməyin. Maliyyə sektoruna xüsusi diqqət yetirilir. Biznes sahibləri və yenicə öz biznesini qurmağı düşünənlər üçün bütün oyun qaydalarına əməl etmələri, qanunun hərfinə ciddi əməl etmələri, əməliyyatların və istənilən növ sənədlərin icrası ilə bağlı tələbləri nəzərdən qaçırmamaları çox vacib olacaq. Və əlbəttə ki, bütün investisiyaları və xərcləri diqqətlə hesablayın, mütləq işarənin bütün nümayəndələrinə aiddir. Bürclərdən xüsusi məsləhət, tələsik və ya tələsik qərarlar qəbul etməyin. Bürclərə görə ayın əvvəli əqrəblər üçün ikinci yarıdan daha əlverişli olacaq. Bu dövrdə əhval-ruhiyyə yaxşılaşacaq və vaxt daha çox olacaq. Ulduzlar özünüzə qulluq etmək üçün bundan yararlanmağı məsləhət görür. Qarderobunuzu yeniləyin, bərbərinizə baş çəkin, gözəllik prosedurları ilə özünüzü əzizləyin, profilaktik məqsədlər üçün həkimlərə müraciət edin. Artıq ayın ikinci 10 günlüyündə hadisələr sürətlə gedəcək, iş məsələləri sizin iştirakınızı tələb edəcək, çoxsaylı tədbirlər, birbaşa iştirakınız, dostlarınız və qohumlarınız, məsləhət və dəstəyiniz, əhəmiyyətli başqalarınız, diqqət və qayğı. Prioritetləri təyin etmək asan olmayacaq, lakin ulduz falı bir ipucu verir. Əvvəlcə təyyarələr, sonra qızlar. İndi qaçırmaq ayıb olacaq, bir çox fürsət olacaq. Bu o demək deyil ki, sizin üçün əziz olan insanlardan uzaqlaşın, onları tərk etmədiyinizi izah etməyə çalışın və ilk fürsətdə yoxluğunuzu daha da diqqət və qayğı ilə kompensasiya edəcəksiniz. Lazımsız xərclərdən qaçmağa və gələcəyə qənaət etməyə çalışın. Bu dövrdə vəsaitlərin yığılmasına və perspektivli layihələrə sərmayə qoyulmasına diqqət yetirmək daha yaxşıdır. Bürclərdən xüsusi məsləhət, gücünüzə şübhə etməyin və lazım bildiyiniz kimi hərəkət edin. Oxatan bürcü ümumiyyətlə tələsik və tələsməz bir ay gözləyə bilər. Şəxsi həyatda maraqlı hadisələr mümkündür. Kimsə tezliklə həyatında mühüm rol oynayacaq bir insanla tanış olacaq, kimsə münasibətlərin statusunu dəyişdirmək üçün onun digər yarısı ilə razılaşacaq. Burada geniş bir diapazon var, eyni mənzildə yaşamağa başlamaqdan birlikdə uşaq sahibi olmağa qədər. Peşəkar sahədə maraqlı təkliflər və sərfəli layihələr gözləmək olar, lakin bəzi çətinliklər də olacaq. Artıq planlaşdırılmış kursu izləmək, təxribatlara boyun əyməmək, münaqişələrə qarışmamaq vacibdir. Bütün lazımi məlumat olmadan hərəkət etməli olsanız, intuisiyanıza qulaq asın, onun göstərişləri başqalarının məsləhətindən daha etibarlı olacaqdır. Aprel ayı bədəninizə böyük bir yoxlama aparmaq üçün əla vaxtdır. Bir terapeutə baş çəkin və lazım olduqda ixtisaslaşmış mütəxəssislərlə məsləhətləşin. Bu xüsusilə sağlamlıqlarına az diqqət yetirən işarənin nümayəndələri üçün doğrudur. Bürclərdən xüsusi məsləhət, ünsiyyətdə problemlər yaranarsa, ən yaxşı həll oturub sizi narahat edən bütün məsələləri müzakirə etmək olardı. Oğlaq bürclər tamamilə bütün sahələrdə tamamilə gözlənilməz süjet bükülmələri ilə zəngin olan bu bürcün nümayəndələri üçün parlaq bir ay vəd edir. Ayın müsbət tərəfi, şəxsi həyatınıza yeni rakursdan baxmaq, hansı məqsədlərə çatmaq istədiyinizi anlamaq və münasibətlərinizi bu yeni baxışa uyğun olaraq yenidən qurmaq imkanınız olacaq. Subay oğlaqlar təşəbbüs göstərsələr, uyğun tərəfdaşla tanış ola bilərlər. İşdə çətin vəziyyətlər ola bilər, sizə təkcə işgüzar tərəfdaşlarınız və həmkarlarınızdan deyil, həm də etibarlı dostlardan kömək lazım olacaq. Şübhələrinizi onlara etibar edə bilərsiniz, onlar sizə dəstək və öz qabiliyyətlərinizə inam verə bilərlər. Qürurun münasibətlərinizə təsir etməsinə imkan verməyin, çünki bu ailə və dostlarla münaqişələrə səbəb ola bilər. Bütövlükdə ay kifayət qədər müsbət olacağını vəd edir. Dəyişikliklər son nəticədə sizə fayda verəcək, baxmayaraq ki, siz onların hamısını dərhal qəbul edə bilməyəcəksiniz, bəziləri isə ilk baxışdan çox vaxtsız görünəcək.
Xüsusi ulduz falı məsləhəti istənilən səyahət sizə fayda verəcək, həm doğma şəhərinizin kənarına qısa həftə sonu qaçış, həm də uzaq adalara 2 həftəlik səyahət. Dolça bürclərini qeyri-müəyyən bir ay gözləyir. İşə gəldikdə heç bir irəliləyiş gözləməməlisiniz, müstəsna nailiyyətlər gözlənilmir. Ulduzlar özləri üçün işləyənlərə taleyüklü qərarlar verməməyi, vəziyyəti nizama salmağı və aydınlaşmağı məsləhət görürlər. Tələsik hərəkətlər faydadan çox itkilər gətirəcək, apreldə qabaqda oynamaq çox risklidir. Şəxsi həyatınızda özünüzə, hədəflərinizə və arzularınıza güvənməli olacaqsınız. Tənha dolçalar həmin xüsusi insanla tanış olmaq şansı əldə edəcəklər. Sevgi cəbhəsində qələbələr asan olmayacaq, öz qaydalarınızla oynayın, yalnız ürəyinizi dinləyin, diqqətli olun və səthi münasibətlərdən qaçın. Aprelin sonunda ayıq-sayıq olun. Həyatınızda hiləgər manipulyator peyda ola bilər və ya keçmişdən sizə zərər verə biləcək bir adam qayıda bilər. Özünüzü mümkün qədər fırıldaqçılardan qoruyun və heç kimin sözünə inanmayın. Xüsusi ulduz falı məsləhəti, kifayət qədər istirahət etməyin vacibliyini unutmayın. Baharın 2-ci ayı balıqlara ən gizli arzularını yerinə yetirmək şansı verəcək. Bununla belə onu buludsuz adlandırmaq olmaz. Yaxın ətrafınızdakı demək olar ki, hər kəs həm istədiyinizdən, həm də vəziyyətin necə olduğundan mümkün qədər uzaq olan məsləhətlər verərək sizi yoldan çıxarmağa çalışacaq. Yalnız müdriklik, səbir göstərmək, öz ürəyinizin çağırışına əməl etmək və təxribatlara boyun əyməmək qalır. Bəzi şeylərdə təslim olmaq daha yaxşı olar, amma əsas odur ki, öz xəttinizə sadiq qalın. İş sferasında ulduz falı sizə heç bir şərt diktə etmir. Vəziyyəti öz dərkinizə əsaslanaraq qərarlar qəbul edin. Nüfuzlu və təcrübəli insanlarla ünsiyyət sizə ən yaxşı yolları tapmağa kömək edəcək. Ancaq unutmayın, onlar üçün məsuliyyət tamamilə sizin üzərinizdədir və bu əvvəlcə qorxulu ola bilər. Amma sonra bunu bəyənəcəksiniz, öz həyatınızın ağası olmaq çox xoş bir hissdir. Bir tərəfdaşla münasibətdə istəklərinizi laqeyd etməmək vacibdir. İndi yığılmış şikayətləri açıq şəkildə ifadə etmək üçün yaxşı vaxtdır, lakin cavab olaraq daha çox tənqid eşitməyə hazır olun. Xüsusi ulduz falı məsləhəti, zəiflik göstərməkdən qorxmayın, heç kim mükəmməl ola bilməz.